Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə FES Akademinin kurikulum təlimçisi Pəri Firud qızı. Bu günlərim sizlərə tədrisdə dizayn düşüncəsi mövzusunu izah verəcəyim. Hansı ki bu mövzu MİQ çərçivə sənədinə yeni əlavə olunan mövzulardandır və MİQ-lər üçün çox faydalı olacağını düşünürəm bu izah. Bunun üçün də müəllimlər ətrafınızda MİQ-ə hazırlaşan müəllimlər varsa, videonu onlara göndərməyi unutmursunuz və kanala abunə olub dəstək ola bilərsiniz mənə. Və müəllimlər, gəlin kursumuz haqqında da sizə məlumat verim. MİQ sertifikasiya qruplarına qeydiyyat fevral ayına qeydiyyat davam edir və dərslər haqqında ətraflı şəkildə məlumat almaq istəyirsinizsə 055 527 2599 nömrəsinə yaza bilərsiniz. İndi isə müəllimlər, gəlin tədrisdə dizayn düşüncəsi haqqında danışaq. Tədrisdə dizayn düşüncəsi nədir? Bunun nə kimi faydası var? Bunlar haqqında daha geniş şəkildə danışaq. Tədrisdə dizayn düşüncəsi dedikdə müəllimlər, şagirdlər problemin həllinə şagird mərkəzli yanaşma, yaradıcı, analitik, təcrübəyə əsaslanan yanaşma təqdim edən innovativ bir prosesdir deyə bilərik. Yəni müəllimlər, tədrisdə dizayn düşüncəsi şagirdlərin emosional bacarıqlarını, əməkdaşlıq bacarığını, özünü tənzimləmə, refleksiya bacarıqlarını, problemi, belə deyim, real həyatda tətbiq eləmə bacarıqlarını inkişaf etdirir uşaqlarda və 5 mərhələdən ibarətdir. Bir müəllim olaraq, əgər biz bugünkü gün şagirdlərdə dizayn düşüncəsini inkişaf etdirmək istəyiriksə, uşaqdan əvvəl bir müəllim olaraq özümüz bu biliyə sahib olmalıyıq. İndi gəlin bir öyrənək. Nədir bu dizayn düşüncəsi? Bildirdim ki, şagird mərkəzli yanaşmalı. Yəni burada müəllim mərkəzdə durmur. Hər bir fəaliyyət yönləndirilir şagirdə. Prosesin mərkəzində şagird durmuş olur. Və müəllimlər 5 mərhələdən ibarətdir. 5 mərhələ hansılardır? İlk olaraq empatiya qurmaq. İkinci mərhələmiz problemi müəyyənləşdirilməsi, üçüncü mərhələ ideya yaratmaq, dördüncü mərhələ prototipləşdirmə, beşinci mərhələmiz isə test etmə və yaxud bunu başqa adla sınaqdan keçirmə də deyə bilərik. İlk olaraq vurğuladım ki, birinci mərhələmiz empatiya qurmadır. Hansı ki, dizayn düşüncəsinin ilk mərhələsidir empatiya qurma. Gəlin, indi sual verə bilərsiniz mənə. Müəllim, empatiya qurma nəyə xidmət eləyir ki? Empatiya qurma dedikdə müəllimlər, ilk olaraq dizayn düşüncəsinin ilk mərhələsindən biz bəhs edəcəyik və insanın keçirdiyi hissləri, qarşılaşdığı problemi, qarşımda bir insan ola bilər. Onun keçirdiyi hissi, problemi mən daha dərindən anlamağa çalışıram və bu mərhələdə şagird tədqiqat aparır, şagirdlər müşahidə edir, şagirdlər suallar verir və qarşı tərəfin keçirdiyi hissləri daha dərindən hiss etməyə çalışırlar. Yəni bizim əsas burada açar sözlərimiz nə oldu? Şagird tədqiqat aparacaq, müşahidə edəcək, suallar verəcək. Yəni müəllimlər, bu mərhələdə şagird insanın yaşadığı çətinliyi, niyə belə hiss elədiyini araşdırmağı öyrənir. Qarşı tərəfin yerinə özünü qoyur da. Eyni zamanda müəllimlər, bu mərhələ, empatiya qurma mərhələsi şagirdlərin təkcə məntiqi cəhətdən deyil də, eyni zamanda emosional cəhətdən də inkişaf etdirən bir mərhələdir deyə bilərik. Və emosional öyrənmədə də, baxın burada sosial-emosional öyrənmədən bəhs eləyərəm. Bu nəzəriyyəni də biz öyrənmişik. Daniel Golemanın sosial öyrənmə nəzəriyyəsini bir xatırlatma eləyim. Yəni həmin nəzəriyyə ilə əlaqəlidir deyə bilərik. Şagird burada özünü dərk eləyir, başqalarının yerinə keçirdiyi hissləri bilir, hissləri anlamağı öyrənir və eyni zamanda da məsuliyyət hissini inkişaf etdirmiş olur. İlk mərhələmizin adı oldu empatiya qurma, özümüzü başqalarının yerinə qoymamız, qarşı tərəfin keçirdiyi hissləri bilməyimiz və empatiya qurma mərhələsi şagirdləri təkcə məntiqi cəhətdən deyil, emosional düşünməni də inkişaf etdirmiş olur. Daha sonra gəlin ikinci mərhələmizə baxaq. Empatiya qurmanı biz öyrəndik. İndi isə problemi müəyyənləşdirmə ikinci mərhələdən danışaq. Problemi müəyyənləşdirmə dedikdə müəllimlər, burada problemimiz aydın, konkret şəkildə ifadə etməyimiz əsas vacib məqam. Problemimiz aydın və konkret şəkildə ifadə olunmalıdır. Gəlin daha geniş danışaq. Nə deməkdir? Necə yəni aydın, konkret olmalıdır? Baxın müəllimlər, empatiyada danışdığım ki,
Şagird burada tədqiqat aparacaq, müşahidə aparacaq, sual verəcək, qarşı tərəfin keçirdiyi hissləri uşaq özü dərk eləməyə çalışacaq. Bunu mən birinci mərhələdə dedim. Amma ikinci mərhələdə nə deyirəm? Şagird müşahidə edərək topladığı, yəni empatiya mərhələsində topladığı müşahidələrdən, topladığı suallar, verdiyi suallardan problemin nə olduğunu artıq aydınlaşdırmağa çalışır. Yəni problem kimə aiddir, nə baş verir və niyə həll eləməyimiz, problemin həll eləməyimiz niyə vacibdir? Yəni müəllimlər, eyni zamanda uşaq bu tip suallara cavab axtarandan sonra düşünür. Mən necə edə bilərəm ki, problemi həll edim? Yəni baxın, bu hissədə də qeyd eləmişəm. Necə edə bilərik ki, bu tipdə suallara artıq şagird yekunlaşdırır. Cavab axtarır da sanki. Və eyni zamanda deyə bilərik ki, problem müsbət və fəaliyyət yönümlü şəkildə ifadə eləyir, komanda ilə birgə düşünməyə, həll yolu axtarmağa çalışır. Yəni, ikinci mərhələmiz problemin müəyyənləşdirmə mərhələsinin məqsədi ondan ibarətdir ki, problemi ümumi şəkildə təsvir eləmirik, üzərində işləyirik, həll dizaynı etmək üçün aydın istiqamət yaradırıq. Və bunun üçün aydın istiqamət yaradırıqsa, bizə nə lazımdır? Təbii ki, ideya yaratma. Üçüncü mərhələmiz. İdeya yaratma mərhələsində müəllimlər adı üstündə yaradıcılığı burada şagirdin işə düşür və biz burada beyin həmləsindən istifadə edə bilərik. Eyni zamanda qartopu texnikası da burada keçərlidir hardasa müəllimlər. Gəlin izah verim. Nəyə görə beyin həmləsindən, nəyə görə qartopu texnikasından, nəyə görə idra taksonomiyasının yaratmaq mərhələsi ilə əlaqələndirdim bunu. İdeya yaratma deyəndə müəllimlər, yəni yaradıcılıq prosesin mərkəzində durur ideya yaratmada. Şagirdlər burada standart düşünmür də, çərçivədən kənar düşünür. Yəni baxın, ilk olaraq ikinci mərhələmizdə problemi müəyyənləşdir. Problemi müəyyənləşdirdim, problemin nə olduğunu bildim. İndi mən onu həll etmək üçün bir ideya yaratmalıyam. Yəni standartlardan bir növ kənar çıxmalıyam. Və müəllim bu zaman beyin həmləsindən istifadə edə bilər. Beyin həmləsi nə idi? Beyin həmləsi o idi ki, şagirdlərin hər biri fikrini sözləyəcək. Söylənən fikirlərin heç birini biz yanlış qəbul eləmirik. Hər bir yolu, hər bir söylənən fikri biz doğru olaraq qəbul edirik. Daha sonra, yəni bu da şagirdlərdə özgüvən yaradır da. Beyin həmləsindən istifadə edərək hər bir şagird öz fikrini bildirir. Daha sonra isə 1, 2, 4 fəaliyyətindən istifadə edirlər. 1, 2, 4 fəaliyyəti nədir müəllimlər? Bir növ buna qartopu texnikası da biz deyə bilərik. Üsulu deyə bilərik. Şagird burada ilk olaraq tək düşünür. Daha sonra düşündüyü fikri yoldaşı ilə bölüşür. İkilikdə fikirləşirlər. Daha sonra ikilik dördlükdə fikrini bildirir. Daha sonra isə dördlük isə bütün siniflə fikirlərini bölüşür, bir yerə toplayırlar. Biz buna deyirik 1, 2, 4 fəaliyyəti. Daha sonra müəllimlər, üçüncü mərhələni də danışdım. İlk gəlin bura kimi bir qısa keçək üstündən. İlk mərhələmiz nə oldu? Empatiya qurma. Empatiyada qurmada biz şagird özünü başqalarının yerinə qoyur, başqalarının keçirdiyi hissi özü daha dərindən dərk eləməyə çalışır, tədqiqat aparır, müşahidə aparır. İkinci mərhələmiz oldu problemin müəyyənləşdirilməsi. Problemin müəyyənləşdirilməsində də yəni problemimiz nədir? Bu daha aydın, daha net olaraq bilinməlidir və şagird onun üzərində həll dizaynından istifadə edib istiqamət yaradacaqdır. İstiqaməti də necə yaradır? İdeya yaratmaqla, üçüncü mərhələyə keçid etməklə. Yəni uşaqlar burada çərçivədən kənar çıxacaqlar. Mən bu problemi necə həll edə bilərəm? Daha fərqli yolla. Uşaqlar beyin həmləsindən istifadə etmiş olur və təklikdə düşünür, ikilikdə düşünür, daha sonra isə dördlükdə düşünür, daha sonra isə bütün siniflə ideyalarını bir yerə toplamış olurlar. Dördüncü mərhələmiz prototipləmədir. Prototipləşmə nə deməkdir müəllimlər? Prototipləşdirmə sınaqdan keçirmək üçün sadə model, ideyanı İşləmə qaydasını göstərən təsviridir. Məsəl üçün, burada uşaqlar rollu oyun vasitəsilə nəyisə sınaqdan keçirirlərsə, onu rollu oyun şəklində, ssenari şəklində, xəritə şəklində göstərə bilərlər. Biz buna deyirik prototipləşdirmə.
Prototipləməni şagirdlər kağız eskizi, poster, dərs planına qısa ssenari hazırlamaqla, rollu oyun qurmaqla, maket, rəqəmsal dizayn kimi çox sadə bir format ola bilər. Yəni əsas odur ki, uşaq nəyinsə üzərində sınaqdan keçirsin. Yaxşı, biz bunu sınaqdan keçirdik. Bəs bunun şagird üçün, prototipləmənin şagird üçün nə kimi əhəmiyyəti var? Üstünlüyü nədədir? Sual verə bilərsiniz. Sualın cavabını isə belə əsaslandırım. Prototipləmənin əsas üstünlüyü ondan ibarətdir ki, ideya yaradır. Uşaq fikrində qalmır. Real istifadəçiyə görə şagirdlər reaksiya verəcəyi bir şeyə çevrilə bilirlər. Yəni prototip hazırlanandan sonra uşaqlar onu sınaqdan keçirir, nəyin işlədiyini, nəyin başa düşülmədiyini, nəyin dəyişmək lazım olduğunu öyrənirlər. Yəni bir növ belə deyək də, uşaqlar bu mərhələdə prototipləmədə həm vaxtı, həm resursu boşa xərcləmədən öyrənmə imkanı qazanırlar. Uşaqlar belə deyim, prototipləmə mərhələsindən sonra növbəti rəydə test etmə mərhələsində rəy ala bilər yoldaşından, hansı ki bu mərhələ üçün faydalı olacaqdır. Gəlin müəllimlər, prototipləmədən danışdıq. Prototipləmə bir növ uşağın öyrəndiyini kağız üzərində, poster üzərində, rollu oyun şəklində bir formatda göstərməsidir. Daha sonra müəllimlər, gəlin test etməyə baxaq. Yəni test etmə mərhələsi bizim tədris dizayn düşüncəsinin 5-ci mərhələsidir deyə bilərik. Yəni test etmə nədir? Bu mərhələdə real istifadəçilər sınaqdan keçirilir və məqsəd ümumi fikri toplamaq əvəzinə məqsədli rəy əldə etməkdir. Yəni uşağın hansı ki 4-cü mərhələdə prototipi necə istifadə edib, uşağın harada çətinliyi çəkib, uşaq nəyi başa düşməyib, hansı ki prototipləmədə uşaq elə bu sualları cavab axtarırdı. Uşaq bilir ki, mənim çətinliyim nədədir, mən nəyi anlamamışam, nəyi başa düşmüşəm, nəyi dəyişmək lazımdır, bunu uşaq araşdırırdı. Amma test etmə mərhələsində artıq uşaq izah dinləyir burada. Nəyi başa düşməmişəm, nəyi diqqətlə dinləməmişəm, mənim harda çətinliyim var. Yəni uşaq bunları çətinliyinə diqqətlə izləməyə başlayırıq. Və müəllimlər konkret düzəlişlər aparılır, tapşırığın ardıcıllığı dəyişilir, dil sadələşdirilir, vizual dəstək artırılır, lazımsız elementlər buradan çıxarılır. Və müəllimlər, burada əsas məqsəd, test etmə mərhələsində əsas məqsəd, yəni şagirdin testin yoxlanılması, rəy verilməsi və düzəlişin edilməsi kimi qeyd edə bilərik bu mərhələni. Test etmə mərhələsində yəni ilk olaraq testi, nümunəni yoxlayırlar, rəy verilir, rəydən isə düzəlişlərini ortaya çıxartmış olurlar. Və təhsil mühitində demək olar ki, test etmə mərhələsi real kontekstin tətbiqini gücləndirir. Biliklərin real kontekstdə tətbiqini gücləndirir. Şagirdlərin yaradıcı problem həll etməliyini, əməkdaşlığı, ünsiyyəti, refleksiya bacarıqlarını inkişaf etdirir uşaqlarda. Bu sonuncu mərhələmiz, demək olar ki, test etmə mərhələsi şagirdin sinif yoldaşları, müəllimlərə təqdim oluna bilər və onlardan rəy ala bilər. Nəyə görə rəy alır? Bu rəy əsasında uşaq özünü təkmilləşdirəcəkdir. Şagird öyrənir ki, bu mərhələdə ilk cəhddə hər şey mükəmməl olmur. Yəni mənim uğursuzluğum da ola bilər, bu realdır, uğursuzluğumuz ola bilər. Amma mən rəy alaraq və öz üzərimdə işləyərək uğura doğru gedə bilərəm. Şagirdlərdə tənqidi düşünmə, refleksiya bacarıqlarını bu mərhələ inkişaf etdirir. Və biz bunu riyaziyyatda, biologiyada, tarixdə, ədəbiyyatda demək olar ki, bütün fənlərdə tətbiq edə bilərik. Yəni gördüyümüz işi daha praktik, yaradıcı, şagird yönümlü, həyatla əlaqələndirən güclü bir alətə çevirmiş olur. Xatırlayırsınızsa, mövzunu ilk izah verərkən müəllimlər vurğuladım ki, dizayn düşüncəsini bir müəllim olaraq izah verməyi, yəni şagirdlərdə formalaşdırmamız üçün ilk olaraq müəllim olaraq biz bunu özümüz bilməliyik. Bir müəllim olaraq özümüz bilməliyik ki, tədrisdə dizayn düşüncəsi nədir? Daha sonra isə biz bunu şagirdlərə mənimsədə bilərik. Bu hissədə də gəlin baxaq. Yəni müəllim olaraq özümüzdə necə formalaşdıra bilərik bu mərhələni? Empatiya qurmadan danışaq. Empatiya qurma bildirdim ki, tədrisdə dizayn düşüncəsinin ilk mərhələsidir.
Məktəbdə şagirdlərin dərsdə passiv iştirak etdiyini müşahidə edən müəllim bu problemi dərhal həll etmək əvəzinə əvvəlcə şagirdlərin təcrübəsini anlamağa çalışır. Qısa müsahibələr aparır, anonim sorğu vasitəsilə fəaliyyətin maraqlı və yaxud çətin göründüyünü öyrənir. Fərqli səviyyədə olan şagirdin ehtiyacını üzə çıxardır. Məsələn, bir şagirdimiz zəifdir, bir şagirdimiz orta səviyyədədir, bir şagirdimiz güclüdür, hansı ki çətin mövzu kimə çətin gəlir? Müəllim onların ehtiyacını üzə çıxardır, qeyd eləyir özündə ki, bu uşaqların çətinliyi var. Və toplandığı məlumatlar əsasında müəllim başa düşür ki, passivliyin əsas səbəbi motivasiya çatışmazlığı deyil. Real həyatla zəif əlaqələndirilməsidir, şagirdlərə seçim imkanının verməməsidir. Müəllim artıq burada empatiya quraraq şagirdlərdə problemin nə olduğunu müəyyənləşdirir. Belə deyək, empatiya qurur. Daha sonra problemi müəyyənləşdirməyə də bu müəllimə dəstəyi olur. Yəni bu mərhələdə müəllimin topladığı müşahidə, rəy məlumatları sistemləşdirərək ümumi və yaxud qeyri-müəyyən formada deyil, dəqiq fəaliyyətə yönəlib bir şəkildə istifadə etməlidirlər. Məsələn, şagirdlər dərsdə passivdir. Bu kimi fikir söyləmək əvəzinə müəllim düşünə bilər ki, şagirdi dərs mövzuları ilə real həyatla əlaqələndirsəm, o zaman uşaqlar mövzunu daha yaxşı şəkildə qavramış olacaqlar. Üçüncü mərhələmiz isə ideya yaratma. İdeya yaratma deyən müəllim şagirdləri kiçik qruplara bölür və dərs mövzularını həyatla əlaqələndirir. Şagirdlərə seçim imkanı verir ki, fəaliyyət ideyalarını təklif eləsinlər. Yəni baxın, artıq estafada müəllim özü seçmir, uşaqlara yönləndirir. Yəni burada layihə, rol oyun, debat, rəqəmsal məhdud hazırlama kimi oxşar, lakin təsviri səviyyədə fərqli olan variantlar ortaya çıxa bilər. Sonuncu mərhələmiz isə müəllimlər, daha doğrusu sonuncu yox, dördüncü mərhələmiz prototipləmə mərhələsində isə qısa layihə tapşırığı planını yazır, alternativ fəaliyyətlərdə ibarət seçim siyahısı tərtib eləyə bilir. Yəni müəllim prototipləmə nə idi? Bizim sınaqdan keçirməyimiz, nümunə gətirməyimiz, nümunə üzərində işləməyimiz, belə deyək. Şagirdin necə reaksiya verdiyini, nəyi başa düşdüyünü, harada çətinlik yaşadığını müşahidə edirik bu mərhələdə. 5-ci mərhələdə isə test etmə mərhələmizdə, test etmə mərhələsində şagirdin fəaliyyətə qoşulma səviyyəsini müəllim müşahidə eləyir, qısa refleksiya sualları verir, qrup müzakirələri aparır və anonim rəy formatında istifadə edərək hansı hisslərin işləndiyini, hansının isə çətin, qarışıq olduğunu öyrənmiş olur. Bu da oldu bizim üçün müəllimlər tədrisdə dizayn düşüncəsi. Yəni zənnimcə çətin bir mövzu deyil, sadəcə olaraq anlama lazımdır buradan və 5 mərhələdən ibarətdir. Empatiya qurma, problemi müəyyənləşdirmə, ideya yaratma, prototipləmə, test etmə mərhələsi vardır bura. Hər birinə də çalışdığım qədər geniş izah verdim. Sizin üçün faydalıdırsa, rəy bölməsində fikirlərinizi yazın. Eyni zamanda da kanala abunə olub həmkarlarınızla bölüşməyi unutmursunuz. Sağ olun, salamat qalın.